işarəni aldıqdan sonra fitini səsləndirəcək. Misli Premier Liqasının 15-ci turun bağlanış görüşü Neftçi Sumqayıt maçı start götürür. Hər iki komandaya uğurlar arzulayırıq. Şərhçiniz Nurlan Valihoğlu'dur. Qapı qarşısında 5 Neftçi futbolçusu var. Ötürmə gəlir, zərbə endirildi və top qapıdan aralı keçir. Daha bir korner. Qaralar. Yoxdur heç nə. Rauf Cabbarov qısa varla danışığından sonra qərarını verdi burada Xəyal Fərsullayevdən. Və sən də Rəzabalanı gerdə qoyur. Və sən də ötürmə etdi sağ tərəfə. Təhlükəli alınır Sumqayıtın hücumu. Uzaqdan zərbə, top qapıdan aralı keçir. Sol ayağıyla uzaq güncü nişan aldı amma top direğin yanından keçir. İrəli xəttə təzyiq öz bəhrəsini verir. Basalı Sambo cər meydançasındadır. Sambo ötürmə etdi, zərbə indirilir. Faraşdan dəqiq deyil. Basalı Sambo şansı yarattı komanda yoldaşı üçün amma onun ayaq içi zərbəsi yaxşı alınmır. Emin yaxınlaşır. Eminin ötürməsi gəldi. Sambo'nun başla zərbəsi dəqiq deyil. Aleksa Yankoviç yaxınlaşdı. Ötürməni etdi. Zərbə üçün fürsət axtarır Sumqayıt oyuncuları. Pedro Pinto mübarizənin içərisindəydi. Vargas topu uzaqlaşdırır. İndi isə əks hücum imkanı Neftçi üçün. Jordan Rezabala. Topu Emin'in hərəkət istiqamətini ötürdü. Emin'dən qapı qarşısında Sambo zərbə indirəcəkmi ötürmə etdi və top qapıdan keçir. Neftçi önə çıxır. 1-0. İmad Faraç golun müəllifidir. Neftçi Sumqayıt görüşündə Neftçi 34-cü dəqiqədə əks hücumdan hesabı açır. İmad Faraç. Emin Mahmudov ağıllı şəkildə qapı qarşısında ötürmə edir. Sambo gördü, komandaya ulaşdı və İmad Faraç golun müəllifi olur. İmad Faraç Neftçi formasıyla ölkə çempionatında ilk golunu vurur. İmad Faraç gol vurmaq üçün, çempionata fərqlənmək üçün Yuri Verlidubu gözləyirmiş. Bax burada. Üstünlüyü verir, bu isə alınmadı indi yenidən. Top Sumqayıt oyuncularında Yankoviç. Səbuhi qapı qarşısını ötürdü. Bir iş topa toxunur, küncdən zərbə. Paytaxtda yağış öz sözünü deyir. Igor Ribeiro, Mustafa Sek'i yaxşı görür. Sek çatdı topa, ötürmə etdi, başla zərbə alınmır. Basalı Sambo. 45-ci dəqiqə, tabloda 44 rəqəmi görünən kimi azarkeşçilər öz ənənəvi şuarını səsləndirirlər. İndi Vargas mərkəzi ötürmə etdi. Rezabala cər meydançasındadır. Rezabala ötürmə etməyə çalışdı. Hücum davam edir. Emin Mahmudovdan Faraca. Farac və zərbədə top qapıdan aralı keçir. İmad Farac dublə yaxın oldu. Zərbəyə üstünlüyü verdi. Halbuki qapı qarşısında Basalı Sambo daha əlverişli nöqtədəydi. Sambo yetişdi topa. Jordan Rezabala qapı qarşısına göndərir. Pedro Pinto qabaqladı. Neftçi oyuncularını hücum davam edir və zərbə 2-0. Basalı Sambo. Nəhayət ki fərqlənir Basalı Sambo. İkinci hissənin əvvəlində Neftçidən ikinci gol. Nə qədər çalışsa da öz cərmə meydançasından topu uzaqlaşdıra bilmir. Gənclik şəhəri təmsilçisi və Neftçi ikinci dəfə cəzalandırır qonaqları. Golun təkrarına baxırıq. Emin zərbə indirdi, top uzaqlaşmadı. Sambo alır və uzaq güncə göndərir. Basalı Sambo Neftçinin ən məhsuldar oyuncusudur. Abdulazadə divar ötürməsi yaxşı alınır. Səbuhi Abdulazadə irəliyir. Səbuhi qapıya baxır, zərbəsini indirdi və top çərçivədən aralı keçir. Rezabala
Ötürmə etdiğim Faraca. Oyundan kenar vəziyyət yoxdur. Farac aldattı rəqibini. Farac top qapının üzərindən keçir. Kücdən zərbə. Ötürmə çox gözəl alınmışdı. Səbuhi Ablazadə. Mustafa Sek. Farajdan topu aldı Sek. Mustafa ötürməni etdi. Pedro Pinto toxunur. Hücumu davam edir Neftçinin. Basalı Sambo. Freddy Vargas. Vargas. Oynadı Kostillə və qapçı. Xəyal Fərsulayev topu qazanır. Xəyal Fərsulayev orada topu uzaqlaşdırır və daha sonra kimə dəydi baxaq. Yox, bu Sane Simon. Ara ötürməsi. Resla Kefədə qapı qarşısına göndərir və gol! 2-1. Sumqayıt buraxılan qollardan birinin əvəzini çıxır. Kefəl Resende'nin ötürməsindən sonra fərq azalır. Golun təşkirine baxırıq. Gözdən yayınmışdı, nəzərdən kənar qalmışdı. Sane Simon. Qalan vaxt daha maraqlı, daha prinsipial keçəcək. Golla bərabər həvəslənəcək, arzularını artıracaq. Uzaqdan zərbə və Kenan Piric. Ensenacı. Igor Ribeiro mübarizədə. Qalib gələ bilmədi, özü çatdırmağa çalışır. Top hələ də Sumqayıt futbolçularındadır. Ronaldo Vazquez ara ötürməsidir. Zərbə və gol! Gol, 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 gol! 2-2. ...74 və 81-ci dəqiqədə vurulan qollarla 7 dəqiqəyə 0-2 geridən 2-2'ye getirir oyunu Sumqayıt. Dərhal dəyişikliklər. Kuç meydana daxil oldu Emin Mahmudovun əvəzinə. Faracı Murat Məmmədov əvəzləyir və maçı bitirir.